Salam dəyərli izləyicilərim. Mən Rəngsiz Eşən Usta yenə sizinləyəm. Bu günləri mən Defender'in çəkilişini eləyib sizə göstərəcəm ki, maşında nə işlər görüləcək, ətraflı olaraq bunları sizə göstərmək istəyirəm. Birinci, burada yəni qeyd eləmişəm, yaddan çıxmasın deyə. Çox yerdə qüsurlar var, ona görə də belə deyək, bunların hamısını avtomobilin sahibi yəni deyib, mən də yazmışam. Şüşə söküləcək, bu şüşə sökülməlidir, çünki gördüyünüz kimi cızıqlar var. Düzdür, bunu mən eləməyəcəm. Yəni bunu verəcəm, şüşə ustaları var. Onlar özləri həll edəcəklər. Və keçək əsas məsələyə. Deməli, avtomobil sahibi nədən narazıdır? Deyim sizə. Burada qapı aşağıda görürsünüzsə, qapıda fərq var. Və atmetkaları mən vermişəm. Moldinglər söküləcək. Burada germetikadan zatdan istifadə ediblər və kraska tökülən yerlər ki var burada. Bunları mən hamısını bərpa edəcəm. Görürsünüzsə, bu yaxşı oturmayıb. Həm də ki, belə deyək, biraz arxayadır. Bu isə qabağadır. Bu molding qabağadır, bu da arxaya gəlməlidir. Burada da germetikadan istifadə ediblər. Bilmirəm, nə iş görüblər, maşın başına nə oynatıblar. Avtomobil sahibinin xəbəri yoxdur yəni bundan. Yəni maşını belə bir vəziyyətdə alıb və burada da yəqin ki molding çox güman ki şpilkaları yəqin bəlkə də qırıqdır. Onda germetikadan istifadə ediblər, tərpənir. Və bufer söküləcək, çünki suvranın bir dənəsi işləmir. Burada qeyd eləmişəm, sol tərəf suvran işləmir. Bunu yəqin ki bamperi sökəcəyik, çünki düzdür əziz usta ilə işləyəcəyik. Rezin burada cırılıb, bunların hamısını bərpa edəcəyik və qabaq bamper düz oturmayıb, görürsünüzsə. O çıxıntılıdır, bilmirəm nəyə görə belədir. Və arxada, aşağı tərəfdə düz oturmayıb, görürsünüzsə. Burada da yəni qüsur var. Sonra burada bu bilmirəm niyə çıxır öz-özünə. Yəqin ki burada da germetikadan istifadə ediblər. Sonra molding arxayadır. Bu molding arxayadır. Bunu çıxardıb yerinə gətirmək lazımdır və burada da görürsünüzsə aralı qalır. Bunu da bərpa edəcəm. Yəni düzəldəcək. Çox güman ki moldinglərin hamısı söküləcək. Və burada da bilmirəm nəyə görə belədir. Tərpənir. Bəzi yerlərdə aralı qalıb. Burada köpən yerlər ki var, görürsünüz. Bu köpən yer yəni təmizlənəcək, alüminiumdur və belə deyək, bu da söküləcək. Çünki aralanıb, sınığı, salxağı və belə deyək. Bu yəni avtomobil sahibi yəni belə alıb maşını, sadəcə olaraq bu qüsurları düzəltdirmək istəyir. Yəni görüb də, özü də görüb. Burada bilmirəm, plyonkadan istifadə ediblər, nə ediblərsə, bu kimdirsə bu plyonka vuran çox güclü vurub buranı. Qıraqlarını, zatlarını hamısını görürsünüz. Belə bir vəziyyətdədir və sınıqlar, zatlar ki var. Mən burada atmetka vermişəm və buranın da atmetkasını vermişəm. Arxa buferin ortası rənglənəcək. Çünki burada da qüsurlar var. Onlar tərpənir. Və krışqa hər yerdə çatlar var, belə bir çatlar var, görürsünüzsə. Burada da çat var, burada da var. O yəqin ki düzələcək. Burada da çat var. Çox güman ki düzəlib, kraskalanacaq. Və bunu mən çıxartmışam. Bunu qoymuşlar, görürsünüzsə. Yəni rezin əyridir burada. Nətər gəldi, qoyublar. Burada isə düzdür, buralar yəni bez kraskadır, amma nəsə burada iş görüblər. Yəqin buradan nəsə müdaxilə ediblər qapını açmağa, yoxsa nədirsə bilmirəm. Burada da qüsur var. Belə bir vəziyyətdədir. İnşallah mən bunların hamısını bərpa edəcəm, düzəldəcəm. Belə və burada da dəyərli izləyicilər görürsünüzsə rezini skoçla
izoletlə bağlayıblar. Bu rezində buraxma var, ona görə bunu bağlayıblar. Belə dəyərli izləyicilər, demək olar ki, moldinglərin hamısı söküləcək və dal qabaq bamperlər söküləcək. Yəqin ki, onun knopkaları ya nə bilim nəysə indi bilmirəm. Sökəndən sonra biləcək ki, nə var, nə yox. Əlbəttə ki, burada yəni əziz usta da mənə kömək edəcək. Şüşə də söküləcək və müəyyən şeylər ki var, onlar hamısı çıxıb təzədən bərpa olunub qoyulacaq üstünə dəyərli izləyicilər. Belə bir vəziyyətdədir maşın. İnşallah sökəndən sonra ətraflı olaraq bir də sizə çəkib göstərəcəm bunu. Siyovje maşın söküldü. Deməli, burada görürsünüzsə, yəni kantın üstündən birbaşa germetkanı vurublar. Belə bir vəziyyətdədir. Obje, yəni sökülüb. Müəyyən qüsurlar ki var, bunlar da düzələcək. Və burada germetikadan istifadə ediblər. Düzdür, yəni germetikadan istifadə ediblər. Nəyə görə knopkalar qırıq olub, ona görə istifadə ediblər. Amma dərəcə söhbəti ki var, yəni elə bir dərəcədə yəni vurulmalıdır ki, çölə çıxmasın. Burada bəzi yerlərdə germetika çölə çıxmışdı. Bu hissələrdə də gördüyünüz kimi, yəni hər iki tərəfdə yəni çölə çıxmışdı germetika, görürsünüzsə. Burada da həmçinin yəni belə bir fazonda yəni vurulub germetika. Bu germetika da qoymayıb tam oturmağa. Belə bir vəziyyətdədir. Və buranı, bu hissəni mən indi təmizləyəcəm. Bu detal alüminium olduğuna görə burada mən bunu çəkib sizə ətraflı olaraq yenə göstərəcəm. Dalqabaq bamperlər hamısı sökülüb, görürsünüz, moldinglər yerdədir. Burada yəni iş görüləcək və şüşə sökülüb. Çünki şüşə gedib təmirə, şüşə yoxdur. Obje sökülüb. Hələ ki burada yığmamışam və bir-iki dənə şeylər ki var, yəni onları belə deyək, loru dildə desək, Bas Məmmədi ediblər. Knopkaların heç biri demək olar ki yox idi, hamısı da əzik, üzük. Yəni çox belə bərbad bir vəziyyətdə işləyiblər. Bəzi yerlərdə şurup yerləri, zatları belə vurublar. Və əsas məsələ burada arxa bamper dediyim kimi yəni kraskalanacaq. Bamper sökülüb, görürsünüzsə, tini qopub. Burada da çartlıq gedir. Burada da dəyərli izləyicilər, bunun yarısı yoxdur. Çünki əks tərəfdə var, amma belə deyək, görürsünüzsə, burada bu hissə yoxdur. Burada isə var, yəni bu hissə. Mən də buna belə deyək, paykalayacağım, hazırlayacağım və dальнейшее başlayacağım üstünü işləməyə. Burada şpakulyovkadan istifadə ediblər. Görürsünüzsə, hələ qalıb. Mən tam hələ yummamışam ki, bunu ətraflı olaraq göstərim. Setka qoyub paykalayıblar. Setka da müəyyən vaxtdan sonra başlayır çartlamağa. Saat göstərəcəm sizə necə çartlayır. Yəni bu belə bir vəziyyətdə yəni çartlayır. Bu da ki setkanın tam tutmamasıdır. Əslində olmaz setka ilə, yəni öz materialından olunsa daha yaxşı, daha effektiv olur. Və burada da bilmirəm, bu şpakulyovkanı bunun üstündə niyə çəkiblər ki, görünüşə görə, əgərsə görünüş vacibdirsə, yəni burada görünüş bu şpakulyovkanı bura vurmağın bir adı yox idi. Sadəcə olaraq lenta ilə payka olunsaydı daha mükəmməl, daha effektiv bir şey olardı. Belə bir vəziyyətdə də moldinglər sökülüb, bütün knopkaları hamısı dəyişiləcək və belə deyək, maksimal dərəcədə hər şeyin belə deyək, ideallığına gedəcək. Və burada da dəyərli izləyicilər görürsünüz, bu hissə bilmirəm nə olub, nə iş görüblərsə, bu hissə düz oturmur yerinə. Burada da bura başı ümumiyyətlə oturmayıb. Belə bir şəkildədir bamper. İnşallah etap-etap bunları çəkib sizə ətraflı olaraq göstərəcəm.
belə bir vəziyyətdədir maşın. Deməli, dəyərli izləyicilər, bir şeyin də şahidi oldum ki, plasmasa götürüb sarı şpakulyovka vurublar. Əslində düzgün deyil. Elastik şpakulyovkadan istifadə etmək lazımdır. Çünki bu, belə deyək, oynayan materialdır və belə deyək, görürsünüz, bu saat sizə göstərəcəm. Bu detal, görürsünüz, bu araya nəzər edəsəniz baxacaqsınız. Görürsünüzsə, aralanır. Yəni burada da aralanır və burada da aralanır. Yəni belə bir situasiya var burada. Setkadan qətiyyən istifadə eləmək olmaz. Burada da şpakulyovka nəyə görə partlamışdı? Mən sizə göstərim bunu. Görürsünüzsə, detal istər-istəməz sıxılandı, başlayır buradan çat əmələ gəlməyə. Bu da belə deyək, lenta ilə, yəni payka olunmayıb deyə, görürsünüzsə düz axıra qədər gəlir. Yəni lenta ilə payka olunmayıb deyə, ona görə beləsinə indi bu saat buraxacam, bağlanacaq, gördünüz. İndi aralayacam, aralanacaq. Yəni bu buna görə belə deyək, çartlayıb. Yəni bunu çalışın, yəni payka olunanda içəridə çöllü. Yəni kimsə desə ki, üstdən paykalayacağım, 10 il garanti verirəm, bu boş şeydir. Mütləq şəkildə düzdür, nə qədər də olmasa, belə deyək, payka olunmalıdır ki, hər iki tərəfli daha möhkəm olur, həm də detalda çartlama olmur. Şpakulyovka vurulan elastik şpakulyovka da gələcəkdə çartlamır. Ona yəni mən elastik şpakulyovka vursam da belə bu yenə onsa çartlayacaq. Əgərsə belə deyək, belənçinə çat varsa bunda. Bu qədər dəyərli izləyicilər. Çalışın paykaya gedəndə mütləq şəkildə detalınıza, yəni verdiyiniz işə diqqət edin ki, hər iki tərəfli paykalansın və əlbəttə ki, lentlə paykalansın. Yəni setka ilə və yaxud nə bilim, yalandan payalniklə belə götürüb qızdırırlar, sonra üstünü örtürlər. Bu olmaz. Mütləq şəkildə təmizlənməlidir arası. Yəni burada yəni faska açılmalıdır. Ondan sonra lenta ilə payka olunmalıdır. Bu qədər dəyərli izləyicilər. Belə. Dəyərli izləyicilərim, mən hal-hazırda maşını qutarmışam. Belə deyək, xırda nə toçkalar ki var, onlar vuruldu və belə deyək, əsas məsələ ki, bu germetika ki çıxmışdı çölə, bunların hamısını bircə bütün detallardan hamısına belə deyək, germetikanın çıxan yerləri ta bunların düzlüyünə qədər hamısı belə deyək, düzəldi. Yəni əla bir vəziyyətə gəldi. Əlbəttə ki, burada arxa bamper kraskalandı. Bunlar boş idi, düzəldi və arxa zapaskanın üstü bamperlər kraskalandı və belə deyək, dərmanlar vuruldu. Bütün nə qədər yəni kəmkəsirlər ki var idi, hamısı yəni düzəldi və kantlardakı birəbir yəni yerindədir, heç bir qüsur falan yoxdur. Tam maşın belə deyək, tam ideal bir vəziyyətə gəldi maşın. Yəni bu saat hal-hazırda belə deyək, bufer yəni super vəziyyətdədir. Çünki belə deyək, bufer həqiqətən bizi yəni çox incitdi. Ümumiyyətlə Defenderlərdə buferin sökülüşü ayrı maşınlar kimidir. Həm qəlizdir, həm də çətindir. Həm arxa bamper, həm də qabaq bamper və həmçinin də moldinglər. Yəni bunların hamısını, bütün işlərin hamısını belə deyək, bərpa elədik və qapının bu hissəsindəki var idi. Mən onu hazırlamışam. Çünki yiyəsi, belə deyək, avtomobil sahibi yəni görəcək bu maşını. Və burada da dəyərli izləyicilər, köpmələr ki var idi. Mən onların hamısını belə deyək, ideal bir vəziyyətə gətirmişəm. Seçim yoxdur, polirovka da olundu. Əlbəttə ki, kusok kraskalandı və lakı bu hissəyə qədər belə atmışam. Çox ideal bir vəziyyətə gəlib. Bunlar da yəni bərpa olundu. Çatlar ki var idi burada, bunlar hamısı düzəlib, dərmanla vurulub və belə deyək, nə qədər kəmkəsirlər ki var idi, bunlar hamısı düzəlib. Bu qədər.